sonra hətta məsələ bu ta 1441 günəş ilinə gəlirik. İbrahim kitabdarlar kimi heç kəs burada xatırlamır bəzən. Onun anası fiqan etdi, dedi Azərbaycan mən sizdən dəstək istəyirəm, ona kimsə baxmadı. Sonunda getdi, Quruşun məzarında video çəkdilər ondan. Zeynalı adında bir uşaq Azərbaycanlı itildi, illərdir onun anası fəryad edir ki, hardadılar, mənə dəstək versinlər, əhəmiyyət verən olmadı. O cür məhv oldu, getdi. Ancaq bunlar da bizim adamımızdır. Sevməsəz də, sizin yönünüzdə, sizin metrənizdə olmasalar da, bunlar da o torpaqların adamıdır. Bunlar məhv oldular. Qum təpə cəryanını hamınız daha çox bilirsiniz. Ondan sonra Yürüş Mehrəlbəylinin vəziyyəti və ondan sonra Lətifin, onların başlarına nələr gətirdilər, bunların hamısını bilirsiniz. Ta gedib Səttarxan mərasimi yəhərdə olsa. Tamamilə bunlar filizləndi, fərqliydi, amma bir anomi şəklində. Bir şəxsi məsuliyyətlə bərabər ki, mən bir şəxs olaraq, bir fərd olaraq, bir yurttaş olaraq burada insanlıq vəziyyətim nə edə bilərəm bundan? Mən bu vəziyyətlə, Urmu gölü məsələsindən nə edə bilərəm? Yəni, çevrə haqları məsələsindən nə edə bilərəm? Tutulub orada getdilər, Cumhurbaşqanı seçdilər, gətirdilər, qoydular ora. Məmməd Qaid yaxşı bir şey yazmışdı, qazetəci yazmışdı, Pezeşkiyan qoyun paltarında bir qoyundur. Qusvən lider libası qusvən. Sən də oradan çıxdığın yerdən gedib, oysa Urmu gölünə bir şeylə, məndən bir eyni məhəllədə, Urmiyadan Ərəbbağı küçəsindədir. Yəni, heç bir şey görünmədi, fəryad edirdi, fiqan edirdi, Azərbaycandır və insanlar bəziləri də çox səmimicəsinə getdilər. Bəziləri də hətta işlərindən də oldu. Bəziləri təbii ki, rant olaraq getdilər, fərqli yerlərdə işlərindən məşğul oldular. Amma çox insan da işindən oldu, çox insan da ümidsizliyə